Bakının illərin təsirinə məruz qalmayan yerlərindən biridir bura. Yəni en azından ki 30 ildir bəlkə belədir. Həkimlərin təkmilləşdirmə institutu olmalıdır, səhv eləmirəmsə. Xudmanı bir bisetkası var da, belə xudmanı bir bisetkası var. İndi əgər belə bir müəssisənin həyətini deyirsə, məhz həkimlərə deməzdiyim, həkimlərlə bağlı olan bir əhvalat danışım. Salyanın ay Allah, kəndin adı neydi? Şorsulu. Salyanın Şorsulu kəndində psixoterapik больница var. Bilirsiniz ki, mən dəli sözünə yanaşmıram. Ağıllı dəli çox zərif bir ton qızdır. İnsanlar sadəcə ştrixləyib ki, bu ağıllıdır, bu dəlidir. Nəysə, demək olar ki, sağalmaq ehtimalı olan və yaxud da ki, больницada saxlamaq öz dilimizdə danışaq. Dəlixanada saxlamaq sərf eləməyən xəstələri bir avtobus yığıblar psixoterapik больницanın avtobusuna, göndəriblər Maçdağıya ki, komissiyadan keçməyə. Limanımı yandıra bilmərəm, olub olmayıb. Ayıb olmasın, Lökbatan kuruğuna az qalmış şoförü qısınlaşdırıb təbii ehtiyaclar avtobusu saxlayıb gedib ayaq yoluna, qayıdıb gəlib görüb ki, dəlilər yoxdur. O da dəlilər yoxdur, bəs bu işdən çıxardacaqlar. Maaşını ala bilməyəcək, filan eləməyəcək, özünü itirməyib, Salyanını da sürüb Əzbəyovun Koroğlu'nun kuruğuna saxlayıb avtobusu görüb cəmaat 2 manatdan yığır. Başlayıb qışqırmağa ki, Maçdağa 1 manatdan, Maçdağa 1 manat, Maçdağa 1 manat. Doldurub paz avtobusu aparıb çəkib Maçdağada dəlixananın həyətinə. Deyirlər, bunlar heç bir boynunu almıraq dəli olmağın. Deyir, mən neçə ildir həkim işləyirsiniz, bilmirsiniz ki, heç kim dəli dağılığından razıdır, heç kim dəli olmağın boynunu almaz ki,